AB Ermənistanı qara siyahıya saldı, Paşinyan təşəkkür etdi. Bugün bizə deyirlər, siz AB ilə yaxşı münasibətlər qurduğunuzu iddia edirsiniz, bəs niyə bu məsələni həll etməmisiniz? Bəlkə də yanaşmanız səhvdir. Əziz dostlarım, bu standartlar məsələsidir, başa düşürsünüz, biz fərqli işləməliyik. Axar az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Avropanın Ermənistanı aviasiya qara siyahısına daxil etməsi haqda danışarkən deyib. Mən AB-yə minnətdaram. Problem bizdədir, Avropa Birliyində deyil. AB bizə deyir, dostlar, burada probleminiz var, istəyirsiniz həll edin, istəmirsiniz etməyin, problem yoxdur. Amma standartlarıma cavab verməyən bir təyyarənin yaşayış məntəqələrimin üzərindən uçmasına icazə verməyəcəyəm. Burada narazılıq üçün heç bir səbəb yoxdur, bu bizim qərar qəbul etməyimizə kömək edir, Paşinyan vurğulayıb. Sosial yardımların verilməsi ilə bağlı dezinformasiya. Son günlərdə phishing xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır. Axar az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə məxsus Migov portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözü gedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzi, bundan sonra mərkəz tərəfindən bu kimi saxta domenlərin bir neçəsi müəyyən edilərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanması təmin edilmişdir. Eyni zamanda, həmin saxta domenlər mərkəzin Blacklist.gov.az platforması vasitəsilə də ictimaiyyətə təqdim olunmuşdur. Vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələri, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələri, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edirik. Prezident tapşırıq verdi, Müdafiə Nazirliyi hərəkətə keçdi. Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən hava şəraiti nəzərə alınmaqla, Azərbaycan ordusunun xüsusən dağ və dağətəyi ərazilərdə yerləşən hərbi hissələrində şəxsi heyətin sağlamlığının mühafizəsi, xidməti döyüş fəaliyyətinin fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görülür. Aidiyyəti vəzifəli şəxslər tərəfindən yoxlamalar aparılır. Referans media xəbər verir ki, bu barədə Yeni Sabahın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hərbi qulluqçuların sağlamlıq vəziyyətini daima nəzarətdə saxlamaq məqsədilə bölmələrdə mütəmadi olaraq tibbi profilaktik tədbirlər keçirilir, maarifləndirici söhbətlər aparılır. Şəxsi heyətin sosial məişət şəraitinin yaxşılaşdırılması və bütün növ maddi-texniki təminatın normalara uyğun şəkildə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Eləcə də xidməti döyüş fəaliyyəti qoşun xidmətinin təşkili qaydalarına uyğun olaraq həyata keçirilir. Müdafiə Nazirliyinin məlumatına görə dağlıq ərazilərdə xidmətin çətin iqlim şəraitində aparıldığını nəzərə alaraq şəxsi heyətin yerləşdiyi və xidmət etdiyi məntəqələr qış mövsümünə tam hazır vəziyyətə gətirilib. Həmin məntəqələr istilik sistemləri, odun və yanacaq ehtiyatı ilə təmin olunub, yaşayış və xidmət sahələrində normal temperatur rejiminin qorunması üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, şəxsi heyətin sağlamlığının və döyüş qabiliyyətinin qorunması məqsədilə təminat, təchizat və məişət şəraitinə mütəmadi nəzarət edilir, mövcud hava şəraitinə uyğun olaraq soyuqdan və donvurmadan qorunma, həmçinin əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir. Qurumdan bildirilib.